Həcərül Əsvəd daşının niyə qaraldığını düşünmüşdünüzmü? Bu gördüğünüz sadece bir daş değil. O, kainatın mərkəzində, Kəbənin küncündə dayanan bir cənnət parçasıdır. Həcərül Əsvəd cənnətdən yeryüzünə indiyi ilk gün süddən daha ağ, qardan daha təmiz idi. Lakin bəşəriyyətin günahları onu zamanla bu rəngə boyadı. Bu əsrlər boyu ona toxunan milyonlarla insanın tövbəsini özünə çəkdi. İnsanların kədərini və peşmanlığını öz rənginə hopturdu. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub ki, qiyamət günü bu daşın görən gözləri və danışan dili olacaq. O, qəlbində zərrə qədər səmimiyyət olan, ona həsrətlə baxan hər bir mömin üçün Allah huzurunda şahidlik edəcək. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, uzaqdan əl qaldırıb Həcərül Əsvədi salamlamaq da eyni savaba bərabərdir. Bismillah, Allahu Ekber deyərək etdiyiniz o səmimi salam izdihamın içində qəlb qırmaqdan daha xeyirlidir. Unutmayın, Rəbbimiz bizdən fiziki toxunuş deyil, təslim olmuş bir qəlb və gözəl əxlaq gözləyir. Gəlin, müqəddəs torpaqlarda bir-birimizə sevgi və hörmətlə yol açaq. Allaha əmanət olun.